Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda pensiyaçıların 17,6%-i işləyən şəxslər olub. Yenavaz.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, ölkədə pensiyaçıların ümumi sayı 1.098.348 nəfər təşkil edib. Pensiyaçıların 193.807 nəfəri işləyən, 904.541 nəfəri isə işləməyənlər kateqoriyasına aiddir. Yaşa görə pensiyalanların ümumi sayı 705.849 nəfər olub. Onlardan 143.405 nəfəri işləyir, 562.444 nəfər isə əmək fəaliyyəti ilə məşğul deyil. Əlilliyə görə pensiya alanların ümumi sayı 255.458 nəfər təşkil edib. Bu kateqoriyada 46.860 nəfər işləyən, 208.598 nəfər isə işləməyən pensiyaçı kimi qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 137.041 nəfərdir. Onlardan 3.542 nəfər işləyir, 133.499 nəfər isə işləməyənlər qrupuna daxildir.